Selamun Aleyküm və Rəhmətullah. Müqəddəs Ramazan ayının 23-cü gecəsini yaşayırıq. İnancımıza görə, yəni Allahın kəlamına görə, sonuncu səmavi kitaba görə Qədr gecəsində Quran nazil olmuşdur. Ki, Qədr surəsi Quran-ı Kərimdə Allah buyurur ki, biz onu Qədr gecəsi nazil etdik. Və Qədr gecəsi hədislərdə gəlib, bütün müsəlmanların, yəni qəbul elədiyi hədislərdə heç bir məzhəbi ixtilafa girmədən ki, Ramazan 23-cü gecəsi Həzrət Peyğəmbərə sual verdilər. Ağa, biz həmişə məscidə gələ bilmirik. Bir səhabə dedi, ya Rasulullah, mənə o gecəni denən, mən həmin gecə gəlim məscidə. Bir Peyğəmbər ona dedi ki, 23-cü gecə gəl. Deməli, Qədr gecəsi bizim Əhl-i Beytdən gələn hədislərdə də dəfələrlə vurğulanıb ki, 23-cü gecədir. Bu gecə Quranın ayəsinə görə mübarək gecədir. Hardan deyirik? Duxan surəsinin 4-cü ayəsində. Duxan surəsi var Quranda, 4-cü ayəsində Allah buyurur. İnnə ənzəlnəhu fi leylətin mübarəkətin. Biz o Quranı mübarək bir gecədə nazil etdik. Bu gecənin bərəkətli gecə olması vurğulanır burada və Quranın da həmin gecə nazil olması vurğulanır. Sonra bu gecədə nə baş verir? Fiyhə yufraqu kullu əmrin həkim. O gecədə bütün işlər hikmət üzərində ayırt edilir. Yəni, bütün işlərdən də məqsəd İmam buyurur ki, bu gecə insanın bir illik ömründə bütün faydalı işlər, bütün ruziləri, hər şey bu gecə bölünür. Bu Quran ayəsi deyil, bunu yenə deyirəm. Duxan surəsi 3 və 4-cü ayəsini açıb tərcümələrinə baxsaz, görərsiniz ki, həqiqətən heç bir hədis, tarixi nəql yox, Quranın ayəsi birbaşa deyir. Və Qədr surəsinin ayəsi də buyurur ki, Tənəzzəlül mələikətü və ruhu fiyhə bi-izni rabbihim min kulli əmr. Mələklər və ruh bütün işlərə görə bu gecə yerə enərlər. Zamanı imamın yanına enərlər və bütün insanın bir illik ömrü, tədarükü, bir illik ruzisi, gələn il qədrə qədər nə baş verəcək insanın həyatında, hamısı bu gecə tədarük olunur. Ona görə bu gecəni Peyğəmbər və onun balaları Əhl-i Beyt əleyhissalam çox fərqli keçiriblər. Yatmayıblar, həmin gecəni ibadət ediblər, bacardıqları qədər. Məscidə gediblər, məscidə gedə bilməyən evində. Uşaqlarını da belə hətta oyaq saxlayıblar. Belə baxanda biz deyirik, uşaqdır da məsum baladır, o yatsın. Bu günahını yumağından söhbət getmir. Bu gecə Allah fərqli bir gecə olduğu üçün 1000 aydan üstün bir gecə deyir Allah Quranda bu gecəyə. Bu gecənin bərəkətinə istəyiblər balalar da istifadə eləsin. Ona görə mən bu qrup fürsətinə istifadə edib bütün elimizin bu bərəkətli andan istifadə eləməyini istədiyim üçün hamının dua edib öz balaları üçün, özləri üçün xeyirli hacətlər diləməsi üçün mənəviyyat ilinin elə bir başlanğıc sayılır Qədr gecəsi. Hədisdə var ki, Qədr gecəsi ilin başlanğıcıdır. Yəni, burada mənəviyyat ilindən söhbət gedir. Bir təqvim ili var, bir təbiət ili var, bir də mənəviyyat ili. Mənəviyyat ilin başlanğıcı Qədr gecəsidir. Hər şeyin qəlbi var, Ramazan ayının qəlbi Qədr gecəsidir. Və bu gecə bizim Peyğəmbərdən qabaqda olub. Və Quran da gəlib bu gecədə nazil olub. Və bu gecənin əzəməti daha da artıb. Sonuncu səmavi kitabda bu gecədə nazil olub. Və deyirlər, bu gecə Peyğəmbərlərə aşkar idi. Amma digər insanlara elə də aşkar olmamışdı. Amma bizim Peyğəmbərin dönəmində insanların imtahanları, çətinlikləri çoxaldığı üçün Allah, fitnə fəsad çox olduğu üçün bu dönəmdə Allah bu gecəni ümmətə də aşkar elədi. Yəni, digər insanlara da aşkar etdi bizim Peyğəmbər vasitəsilə. Bəzi hədislərdə Ramazan ayının axır 10 günlüyü, bəzi hədislərdə isə konkret bu gecə yazılıb deyə biz bu gecəni fürsət bildik ki, həm bunu əzizlərə çatdıraq ki, bu gecəni fürsət bilək. Məsələn, namaz qıla bilən namaz qılsın, dua eləyə bilən dua etsin, zikr eləyə bilən zikr etsin, bunu hamı bacarar. Bacardığı zikri, məsələn, salavat zikr eləsin, Estağfirullah Rabbi və Tub elə zikr eləsin. Sonra uzaqdan İmam Hüseynə salam verə bilən salam versin. Əhl-i Beytə salam veririk biz. Salam verə bilən salam versin. Sonra Quran-ı Kərimdən
oxuya bilməsə tərcüməsini oxuya bilən oxusun, dinləyə bilər, dinləsin. Sədəqə ayırmaq bu gecə çox önəmlidir. Çünki 1000 aydan üstün bir gecə yaşayırıqsa, nə əməl edirsənsə, onun 1000 aydan üstün fəzilət götürürlər. Sədəqə ayırmağı bu gecə fürsət bilək. Sabah ola bilər, geri beri eləmək olar, amma bu gecə ayıraq qoyaq. Bu gecə kitab mütaliə eləmək çox faydalıdır. Bu gecə moizə nəsihət dinləmək, internetdən alimləri dinləyə bilərsiniz, canlı açırlar gecə boyu. Söhbətlər edirlər, dualar edirlər, qoşula bilərsiniz. Bu gecə təfəkkür üçün önəmlidir. Bu gecə etiraf gecəsidir. Allahla bəndəsi özü otursun, Rəbbinə desin ki, ilahi, bir gün olacaq, mən olmayacağam, səninlə qovuşacağam, hesab kitab olacaq. 100 il qabaq mən yox edim, 100 il sonra da mən olmayacağam. İndi ki, fürsət vermirsən, bu gecədə əbədiyyət həyatımız barədə düşünək. Öz əbədi həyatımız barədə təfəkkür eləyək və etiraf eləyək. Özümüzlə Allah qabağında günahımız da varsa, Rəbbimizə etiraf edək, başqalarına yox. Bağışlanmaq istəyək. Hədislər nə buyurur, onları deyirəm sizə. Bu gecə hesab kitab eləmək çox gözəldir. İnsan hesab kitabını etsin ki, mən məsələn keçən ildən bu ilə necə yaşadım, gələn il necə yaşamaq istəyirəm, nə dəyişiklik eləmək istəyirəm, onları Allahdan istəsin. İmam Zamanın zuhurunu istəsin ki, bütün insanlıq onun gəlişini gözləyir. Ki, dünyanın hər yerində ədalət bərqərar olsun da, zülmlər dayansın da, o səriştəsiz zalimlər o qüdrətlərdən alınsın, həqiqi qüdrət sahibləri, həqiqi ədalət sahibləri dünyada gəlsin öz yerlərinə, onda məzlumlarımız güləcək, onda zalimlər da zülm edə bilməyəcək. Ümmət üçün dua edək, ölkəmiz üçün dua edək, elimiz üçün dua edək, ailəmiz üçün təbii ki dua edək, birimimiz üçün dua edək. Sonra rəhmətə gedən əzizlərimiz üçün Fatihəni hamı oxuya bilir, Fatihə ehsan edək, salavat ehsan edək. Kimsə bacarır Quran oxumağı, Quran oxuyacaq, 2 rəkət namaz qılıb onların ruhuna hədiyyə etmək olar, onlar üçün dua etmək olar. Valideyni sağ olanlar valideynlərin xeyir duasını alsınlar, qohum əqrəbasılarına hal-əhval eləmək də bu gecə çox yaxşıdır. Sonra xəstələri dua eləyək, dua istəyənləri dua eləyək. Bir sözlə bir illik özümüzə nə istəyiriksə Allahdan onları istəyək və ələl-xüsus axirətimiz üçün də nəsə istəyək. Bağışlanmağımızı istəyək. Çünki insan Allahın nemətlərinin insana çatmağına mane olan səbəb günahdır. Günahlar insana mane olur ki, nemətlər əldən çıxır və yaxud gəlib yetişmir və yaxud Allah eləməsin bəla ilə üzləşir. Ona görə bu gecə ən çox buyururlar ki, tövbə eləyək, günahlarımızın bağışlanmağını Rəbbimizdən diləyək, heç kim eşitməsin, özümüz və Rəbbimiz olaq. Ümid edirəm ki, inşallah elimiz üçün dua eləyərsiniz, biz də yadınıza düşsək dua eləyərsiniz, biz də inşallah hamını çalışarıq dua eləyək. Allah inşallah gələn ilə qədər xeyirli ömür, bərəkətli, rəhmət dolu ömür nəsib eləsin. İnşallah cəmi dünyamızı dəyişənləri qariqə rəhmət eləsin. Elimizdə birliyi, səmimiyyəti, mehribançılığı hakim eləsin. Kimlər ki, bu işdə öncüldülər, onları daha da müvəffəq eləsin. Kimlər ki, bu işi istəyirlər, qarışdırsınlar, Allah onları da islah eləsin. İndi Allah eləməsin, əgər nə islaha qaildilərsə, nə düzəlməyə qaildilərsə, Allah onları mane olaraq kənarlaşdırsın. Bu eldə islahat aparan, cəmiyyətə fayda verən insanlar faydalarını versinlər. Hər bir şəxsi inşallah bu gecə çalışaq dua eləyək və təbii ki, zalimlər üçün də göstəriş budur ki, əgər onlar düzəlməyəcəklərsə, onların da məhv olub aradan getməsini Allahdan diləyir. Allah inşallah hər yerdə əmin-amanlığı ölkəmizdə və elimizdə əmin-amanlığı bərqərar eləsin. Ədaləti bərpa eləyənlərə qüdrət versin, güc versin, qalib etsin. Zalimləri də islah eləsin, islah olmayanları da zəlil xar məğlub etsin inşallah. Zamanı imamın zuhurunu təcil etsin. Dua və hacətlərimizin qəbuluna, bu gecənin bütün ümmətə, xalqımıza, elimizə bərəkətli olmasına Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Vaxtınızı halal eləyin. İnşallah
Ümid edirəm ki, bu ər kimi bağışlayasınız. İstədim ki, bu əzəmətli gecə barədə bir xatırlatma eləyim. Bu xeyirli, faydalı gecədən istədim ki, digərləri də fayda alsın.